Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün mən tonqal düzəldəcəm. Yəni qızımın elə bil ki, məktəbindən əl işləri düzəldilməlidir və Novruz sərgisinə qoyulmalıdır. Sinifdə də hərə bir şey düzəldəcək deyə. Qızım da gəldi. Ay ana, mənim belə bir belə deyək də əlimdən gəlmir, mən nə edəcəm? Dedim, ana eləyər, narahat olma qızım. Düzdür, qızımın belə şeylərdə əl bacarı olmasa da rəssamlıqda superdir. Yəni çox gözəl əl qabiliyyəti var rəssamlıqda. Bundan 1-2 gün əvvəl ağacları budamışdım, gülləri budamışdıq. Onu da paylaşacağım. Atam budamışdı, belə deyim. Mən də ona köməkçisi idim. Onları atmadım. Güllərin, ağacların belə deyək də budaqlarını atmadım. Bəzən bağbanlar bunlara çırçıpılar da deyirlər. Ne bilmirəm, mən belə eşitmişəm ya bəlkə də səhv bilirəm. Adətən bunlar belə deyim də tonqalda o şamlar ki var ki, aksesuar olaraq ondan istifadə eləyirlər. Amma qızım mənə gec dediyi üçün mağazinlər artıq, marketlər artıq bağlı idi. Mən bu şam üçün baterika belə deyək, daşı qurtarmışdı deyə. Yəni mən buna yenisini qoymalıyım da, belə deyək də. O da marketlər bağlı olduğu üçün, qızım da mənə gec dediyi üçün artıq yəni o saat deyildir, 9-dan. Ondan sonra bir çox mağazinlər bağlanır. Yəni bu təbii normal bir şeydir. Hamı orada işləyən xanımlardır, bəylərdir, bacılarımızdır, qardaşlarımızdır. Onlar hamısı öz evlərinə gedib dincəlib istirahət etməlidir, ailəsi ilə vaxt keçirməlidir. Və mən bunu axşam başladım. Bir qismini və səhər tezdən durdum. Bunu davamını getdim. Artıq orada şamın əvəzinə zajqalka, belə deyək, yandırıcı deyirlər, nə deyirlər, ondan istifadə elədim. Onun fənər yerinə qədər hissəsini kəsdim, götürdüm. Fənər yerini ora qoydum və o balaca belə soxulcana, qızım demiş, ana bu soxulcana oxşar, soxulcana oxşar. Ağacda belə deyim də, fındıq ağaclarında olur, belə tumurcuq kimi sallanırlar, belə cücərmiş, belə qəribə bir formadadır. Onlar bu aylarda solub tökülürlər yerə. Yəni mövsümü keçir, çünki çiçəklənən vaxtları başlayır bundan sonra. Cücərir ağaclar. Onlardan belə deyim də zajqalkanın üzərinə qoydum ki, çox bəlli olmasın. Və son toxunuşları burada eləyirəm. Çünki orada kley qurumuşdur. Kley də quruyanda başlayır ağarmağa. İstərsəmiz taxtada görünür. Çubuqların arasında ağ, indi bax görürsünüz bəlkə də onlar görünür. Mən onlar görünməsin deyə yüngül bir toxunuş elədim. Təbii ki, mən bunu düzəldim. Məktəbə göndərmişdim. Müəlliməsi də çox bəyənmişdir. Və sərgiyə də qoyuldu, çox şükür. Düz indi işıqdır deyə səhər tezdən eləmişəm, saat 6-7 işləmiş. Bu da son hali. İşıq çox bəlli olmasa da gecə çox qəşəng görünürdür.